Azərbaycanın müxtəlif bölgələrinə gedirəm. Təriqətindən, firqəsindən, məzhəbindən asılı olmayaraq yaxınlaşır, deyir ki, salam aleykum, qardaş. Necəsən, keyfin halın necədir? Biz sənin xətrini çox istəyirik. Təriqətindən, firqəsindən, məzhəbindən asılı olmayaraq yaxınlaşır, deyir ki, salam aleykum, qardaş. Necəsən, keyfin halın necədir? Biz sənin xətrini çox istəyirik. Düzgün mənbəyin üzərində bir olmaq lazımdır. Yoxsa mən zahirən danışım, birliyi. Düzgün mənbəyin üzərində, düzgün məsələlərin üzərində bir olmaq lazımdır. Haqq üzərində bir olmaq lazımdır. Düzdür, qardaşlar göndərilən onun çıxışın. O bilirsiniz, o belə çox qaranlıq danışır, hər adam onu tuta bilmir. Sırava adamlar sadəcə özünü elə təqdim edir ki, bu birliyə çağırır məsələn. Bu bir tərəfdən birliyə çağırır, sonra orada bir söz işlədi, deyir, düzdür, bu şirk eləyənlərə aid deyil. Məyər o birisi məzhəbləri də əgər birliyə çağırırsa, hansı məzhəb şirk eləmir? Bu, yəni, hamısını razılaşdırmaq istəyir. İndi bir dənə qalb ateistlər, onları necə razılaşdıracaq? Yəni, təkfirçiləri də razılaşmaq istəyir. Bu tərəfdən deyir ki, birliyi hamı, bütün məzhəblər hamı bir olsun. Bu tərəfdən də təkfirçilərə göndərir ki, uşaqlar, mən dedim, ancaq şirk eləyənlərə aid deyil. Onlar da sevimli də deyil, onlar ayınlarda ancaq bizlə, ancaq biz bilik və salam. Oynayır. Yəni, neçə başlı danışır, necə deyirlər. Yəni, onun fikrinə görə, ümumiyyətlə, özü də o elə fikir götürüb ki, Şeyx Abbada nisbət edir bəzi şeyxlərə ki, kim şirk eləyirsə, o şirkdir. Yəni, onun fikri ilə, əgər ki olsa, bir yandan da görürük ki, gəlir meçid namaza. Əslində, əhli fikirli insan meçidlərə gəlməməlidir. Çünki onların fikrinə görə o imamlar hamısı kafirdir. Elə deyil. Hamısında şirk var və küfür də var və s. Yəni, adam oynayır. Yəni, hamısını istəyir, razı salsın. Öyle də olmur axı. Allah Subhanahu Quran-ı Kərimdə deyir, elə peyğəmbər olmadı ki, cinlərdən və insanlardan ona düşmən etməyək. Yəni, kişinin düşməni olar. Haqq deyəm ki, düşməni olacaq. Yəni, sən elə nüsus gerək sifət olasan ki, sən hamısını cəm eləyək. O, mümkün deyil əslən. İbn-i Cəvzi Bağdadda bir daha məsələni həll eləmişdi. O demək ki, hər məsələni həll elə. Aydın qardaşlar. Ona görə bu sadəcə insanlara işləməkdir. Yəni ki, mən yaxşıyam və s. Bu qədər. Siz çox gözəl bir şey dediniz, kişinin düşməni olar. O adam deyir ki, sən əgər deyir, danışsan o məzhəbdən, bidətçidən, əlbəttə deyirsən, heç kim sevməyəcək. Yox, bilirsiniz necədir? Biz də demirik, danış ginən və s. Lakin ehtiyac olanda diginən. Təhlükə görəndə diginən. Biz də onun tərəfindəki ölkəmizdə sabitlik olsun. Biz bir başa düşürük ki, ölkədə məzhəblər var, biz başa düşürük ki, ölkədə dinlər var. Biz sabitliyin pozulmağını istəmirik. O demək deyil, biz kimlənsə danışırıq, biz sabitliyi pozmaq istəyirik, yox. Biz kim sabitliyi pozmaq istəyir, onun əleyhinəyik. O fikrin əleyhinəyik. Lakin həddlər var, həddlər, sərhədlər. O sərhədə sən aşılmasan. Sən bir yandan deyirsən, mən əhlüsünnəyəm, mən sələfiyəm. Bu tərəfdən elə danışsan ki, sələflər əhlüsün əli demir. Sən bidətçiləri razılaşdırmaq üçün nə gəldi eləyirsən? Olmaz elə.